Ölü üçün Quran oxuyub savabını ölüyə vermək, öz ölmüş atasına, anasına ötürmək. Bu barədə Şeyx İbn Hüseymin rahimehullah və digər elm əhli buyururlar ki, məsələ ixtilaflıdır. Bəzi alimlər bunun icazəli olduğunu buyurublar, bəzi alimlər isə icazəli görməyiblər. Lakin daha fəzilətlisi odur ki, dua etmək. Öz ölmüş valideynlərin arxasınca dua etmək. Nəyə görə? Çünki bu barədə açıq, aşkar dəlil, hədis gəlmişdir. Allah elçisi sallallahu aleyhi ve sellem buyurur ki, bir insan öləndə artıq onun əməli kəsilir. Yalnız 3 şeydən başqa və o 3-dən birisi də odur ki, salih övlad qoyub gedir özündən sonra, həmin övlad onun üçün dua edir. Demədi ki, zəkat verir həmin övlad onun üçün, oruç tutur onun əvəzinə, namaz qılır, xeyr. Duanı dedi Allah elçisi sallallahu aleyhi ve sellem. Ona görə də dua etmək daha fəzilətlidir. O ki, qaldı Quran oxumağa, pulla mollaya oxutmaq və ya kiməsə oxutmaq bu ona aid deyildir şeyx rahimehullah. Çünki bir insan pul müqabilində oxuyursa, o artıq onun mükafatını götürdü. Savabı qalmaz ona. O Quran oxumağın əvəzində pul mükafatını seçdi. Savab olmur ona. Əgər özünə savab olmursa, həmin olmayan savabı necə başqasına ötürə bilər? O ki, qaldı digər məsələ, bəli sünnədə varid olub bəzi əməl. Məsələn, sədəqə vermək konkret olaraq varid olub ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşurlar ki, sədəqə verinmi anamın əvəzinə, ölmüş anamın əvəzinə? Deyir ki, bəli. Lakin əmr eləmir. Başqalarına demir ki, sizlər də sədəqə verin. Ey müsəlmanlar, sədəqə verin. Lakin kimsə soruşanda təsdiq edir. Şeyx deyir ki, vallahi, Allaha and olsun ki, bu ümmət üçün ən çox can yandıran, ən çox nəsihət edən Allah elçisi sallallahu aleyhi ve sellemdir. O isə deməyib ki, ölülərimizin adından sədəqə verin və namaz qılın, oruç tutun, xeyr. Lakin o duanı deyib. Deməli, ən fəzilətlisi də duadır. Digər tərəfdən də deyir, mən tərifləmirəm o kəsləri ki, əməllərinin çoxsunu ölülərə verirlər. Çünki axı insanın özünün ehtiyacı olacaq qiyamət günü. Ən zərrə salih əməli belə axtaracaq. Belə. Allah bizi işte faydalanır eyləsin. Allah şeyxə rəhmət eləsin və ölmüş bütün alimlərə rəhmət eləsin. Sağ olan alimləri qorusun. Əmin.